Əbu Hüreyrə radiyallahu anh rəvat edir ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm, səb'atun yuzillimullahu fi zilli yevmə la zillə illə zillu. Allah Rasulü buyurmuşdur ki, 7 nəfər olacaq ki, qiyamət günü heç bir kölgə olmadığı zaman Allah subhanətlə onları kölgələndirəcək. Sonra isə Əbu Hüreyrə radiyallahu anh onları sayır və onlardan biri də budur ki, və raculun təsaddaqa bi sadaqadın fə əxfaha hətta la ya'lamu şimalu ma yunfiqu yaminuhu. Muttafaqun aleyh. Hədisi İmam Buxari və Müslim ittifaq edib səhliyində, yəni 7 sinifdən biri də odur ki, bir insan, bir kişi sədəqə edir və sədəqəsin o qədər gizlədir ki, o qədər gizlin edir ki, hətta onun sol əli sağ əlinin verdiyindən xəbəri olmur. Yəni bu artıq sədəqənin nə qədər gizlin olduğundan xəbər verir ki, yəni bu kimi insanlar, hansı ki onların elədikləri sədəqədən kimlərin xəbəri yoxdursa da onu mələklər yazıb və Allah subhanət onlardan xəbərdadır və onlara mükafat olaraqsa qiyamət günü, insanlar qiyamət günü hər öz günahlarının dərəcəsində, tərin içində, kölgəsiz yerdə qaldıqları zaman Allah subhanət o 7 sinif insanları xüsusi olaraq bax o xüsusi kölgədə kölgələndirəcəkdir və bu da gizli sədəqənin bu dünyada və axirətdə olduğu yəni faydalarından biridir.